Mən deməzdim heç bizim ölkənin İsveçlə və yaxud da ki, Avropanın inkişaf etmiş dövlətləri ilə müqayisə edəyək. Gəlin biz Azərbaycanın Mozambiklə, Afrikanın ən geridə qalmış bir ölkəsi ilə, keçmiş Sovet imperiyasından azadlığa çıxmış, müstəqillik almış MDB dövlətləri ilə, Türkmənistanla, Tacikistanla, Özbəkistanla, Qazaxıstanla müqayisə edəyək. Yenə də uzaq. Yenə uzaq namizəd. Ölkəmiz onlardan geri qalır. Bilirsiniz, əslində qalanda bu müqayisənin özü də düz deyil. Çünki bizim ölkədə hakimiyyət insanların rifahını yaxşılaşdırma haqqında heç zərrə qədər də düşünmür. Onu maraqlandıran bir dənə öz zibidir. Öz rejiminin varlanması, xalqın talanması, dövlət büdcəsinin talanmasıdır. Hər gün təkrar edirik ki, əslində qalanda digər qonşu dövlətlərlə Ermənistan, Gürcüstan, Türkmənistan, Özbəkistan, saymaq istəmirəm hamısını, Qazaxıstanla müqayisədə Azərbaycanın təbii sərvətləri, yeraltı sərvətləri kifayət qədərdir. Deyim ki, bu ölkənin hakimiyyəti xüsusi bir baş sındırıb nəsə idarəçilik metodları ilə cəmiyyətin rifahını qaldırmağa addımları ehtiyac da yoxdur. Nəsə düşünsün, tapsın ki, quru yerdə insanlarımızın rifahını qaldırsın. Yox, sadəcə olaraq Azərbaycanda çıxarılan sərvətlərin 60-70%-nin Azərbaycan xalqına xərcləsə kifayət edər. Biz də düşüb İsveçlə özümüzü müqayisə eləməliyik. Bilirsiniz, İsveçdə baxanda, siz yəqin ki, bilirsiniz, biz məndən yaxşı, elə Avropanın digər ölkələrində də istənilən işləyən əhali 3500 və ya 4000-5000 evro pul alırlar. Əmək haqqları mən bilən belədir. Ən aşağı işləyib İsveç vətəndaşlarından söhbət gedir. Mən bilirəm elə, buradan didərgin düşüb İsveçdə məskunlaşan bizim vətəndaşları da onlar kifayət qədər təmin edirlər. Əmək haqqı ilə, müavinətlə, adicə müavinətlə. Məsələn, deyə bilər ki, öz ölkəndə 20-30 işləmsən, qaçıb gəlmişsən, qaçqın adı ilə, məcbur köçkün adı ilə. Mən sənə niyə müavinət verməliyəm? Bir nəfər İsveçli və yaxud da ki, Fransız, İngiliz, Alman gəlib Azərbaycanda dövlətdən qaçıb gəlib Azərbaycanda sığınacaq alıbdır. Azərbaycan dövləti ona pensiya təyin edibdir. Müqayisə gəlin bunu eləyək. Niyə? Azərbaycanın bugünkü 10 minlərlə vətəndaşı səpələnibdir Avropanın müxtəlif ölkələrinə, Skandinaviya ölkələrindən tutmuş Almaniya, aşağı İtaliya, Balkan ölkələri, orada iş axtarır, fəhləlik eləyir, kafelərdə qab yuyan işləyir, küçələri süpürməyə hazırdır, fermalarda, sonra meyvə bağlarında meyvələrin yığılması ilə məşğuldur ki, nədir deyil, ömründə görmədiyi ayda bir 1000 evro, 2000 evro pul qazansın, nökərçilik eləsin, hambalçılıq eləsin. Doludur, 10 minlərlə Azərbaycan vətəndaşı Avropanın küçələrindədir, iş axtarmaqla, yaşayışını düzəltmək üçün. İndi bir dənə Almanın, Fransızın, İngilisin, misal gətirin ki, gəlib Azərbaycana, Azərbaycanda özü üçün bir iş qrupdur, sığınacaq tapıbdır, Azərbaycan dövləti də ona imkan yaradır, işləsin, ailəsini dolandırsın. Buradan başlamaq lazımdır. Bizim yenə təkrar edirəm, ölkəmiz, konstitusiyamızda yazılıbdır, hakimiyyət onun üçündür ki, öz təbələrini, əhalisini, öz vətəndaşlarının yüksək rifahını təmin etsin. Haqlarımız var da 125 dənə təyin olunmuş. Bunlar ölüb yerə girmirlər ki, onların ölkəsində bu faktlar özdə tək faktlar deyil. Ölüb yerə girələr, yaltaqlar, hakimiyyətə yaltaqlanmaqdan bilmirəm, belləri əyilibdir. Ki, sənin ölkəndə vətəndaşın bax gör nə gündə yaşayır. Özdə o hal tək deyil. Bax, bu yaxınlarda bir xoşbəxt ailə barəsində geniş göstərdilər. Bir müəllim ailəsidir, 7 uşağı var. Xoşbəxt yaşayırlar. Heç kimə ehtiyacları yoxdur. Ata işləyir, ana işləyir. Uşaqlar da hamısı balacadırlar, məktəblidirlər.
imkan daxilində onların geyim ləvazimatlarını alırlar və 7 uşaqdan heç narazı deyirlər. Məsələn, mən fikirləşirəm ki, dünyanın istənilən ölkəsində 7 balaca uşaqdır da, özü müəllim ailəsi. Dövlət dərhal o ailəni himayəsinə götürərdi. Onlara bir avtobus verərdi, bir maşın verərdi, bir ev tikdirərdi. O uşaqları gətirərdi, deyərdi, sizə nəsə da bir Bakını gəlsinlər, qayıtsınlar. Rayonda adla yaşayırlar. Bizim dövlətin heç kefinə də deyil ki, o ailə necə yaşayır. İndi göstərdiyiniz. Mən dəfələrlə demişəm, bizim ölkədə minlərlə ailə var ki, onların evinə dövlət tərəfindən 1 manat da olsun nə yardım, nə iş, pul gəlmir. Onlar nə ilə yaşayırlar? Dövlətimizə heç zərrə qədər də maraqlandırmır.